Xeyir olsun müəllimlər. Deməli, bizim bugünkü izahımız olacaqdı 9-cu sinif mövzu 11, plastik kütlə və onun insan həyatında rolu. Baxırıq indi bura. Bax, birinci cümlədə kitabda bizə nə deyir? Deyir ki, plastik kütlədən hazırlanmış məmulatlar 19-cu əsrin sonunda meydana çıxmış və tədricən insan həyatına tamamilə demək olar ki, daxil olmuşdu. Bax, 19-cu əsrin sonunda plastik kütlədir, amma 19-cu əsrin axırıdırsə, axırı testdir. Bu zaman feni götürəcəyik. Axır söhbəti varsa fendir, son söhbəti varsa eyni şeydir demək olar ki, yəni ikisini yan-yana salmazlar. Ümumiyyətlə 19-cu əsrdə ixtira olunanlar fenlə deməli nə oldu? Plastik kütlə. İndi baxaq görək plastik kütlə nədir? Plastik kütlə özü deməli kimya sənayesində polimerdən alınıbdır. Deməli bax polimerdir plastik kütlə. Polimerdən alınıbdır. Təzyiq altında qızdırıldıqda verilmiş formanı alan, soyuduqdan sonra isə onu qoruyub saxlayan təbii, süni, sintetik mənşəli materialdır. İndi bunu bir dənə xırdalayaq. Bax, nə dedik? Dedik ki, polimerdən alınıbdır plastik kütlə. Polimerdən alınıbdır, təzyiq altında qızdırılıbdır və qızdırılan zaman verilmiş formanı alıbdır, soyuduqdan sonra da o formanı qoruyub saxlayıbdır. Ona görə də necə kütlədir? Plastik. Elastikdə nə deyirdik? Deyirdik ki, istənilən formaya düşürdü. Amma plastik necə idi? O aldığı formanı qoruyub saxlayan idi. Deməli, neçə mənşəli oldu? Süni, təbii, süni, sintetik. Bax, oduncaqda deməli, necə keçmişik? Oduncaqda da var idi da bu plastiklik falan peşməkən. Bax, burada da yadımızda saxladıq ki, plastikdir, polimerdən alınıbdır. Deməli, mənşəyi nədir? Təbii mənşəli də ola bilər, süni mənşəli də ola bilər bu plastik kütlə. Bir də sintetik mənşəli də ola bilər. İndi davam edirik. Deməli, bax, burada nə deyir? Deyir ki, plastik kütlənin fiziki, mexaniki və texnoloji xassələri var. Bu da nədən asılıdır? Bu fiziki, mexaniki, texnoloji xassələrinin olması. Deməli, plastik kütlənin neçə xassəsi oldu? 3 dənə xassəsi oldu. Hansılar oldu? Fiziki oldu, deməli, mexaniki oldu, bir də texnoloji oldu. Düzdür? Bax, biz bu xassələrə harda rastlaşmışdıq? Oduncaqda da rastlaşmışdıq, şeydə də rastlaşmışdıq, metalda da rastlaşmışdıq. Düzdür? Metalda nə var idi? Metallarda deyirdik ki, metallar, bu məsəl üçün metallardır, 2 dənə xassəsi var idi. Hansı idi? Yadınızda qalıbdır, mexaniki, bir də texnoloji. Bu metalın xassəsi idi. Sonra oduncağın var idi, oduncaqdır bu. 2 dənə də bundaydı. Deməli, həm mexaniki, həm də fiziki. Fiziki. Deməli, texnoloji ilə mexanikidirsə xassə, götürəcəyik metalı. Fiziki, deməli, mexanikidirsə götürəcəyik oduncağı. Amma ki, desə ki, həm fiziki, həm texnoloji, həm də ki, mexaniki. Yəni 3 dənə xassəsi var. Bu zamanda götürəcəyik plastik kütləni. Yaxşımı? Deməli, plastik kütlədə bu həm oduncaqda olan, həm də ki, şeydə olan, metalda olan xassələri özündə cəmləşdiribdir. Burada indi mən sual versəm ki, plastik kütlənin xassələri hansılardır? Yadınızda qaldı? Kim deyər? Baxın, fiziki, mexaniki, texnoloji. İndi soruşsam ki, oduncağın hansı xassələri var? Yadınızda qalıbdır, deyə bilərsiniz müəllimlər. Oduncaqda fiziki, mexanikidir. Aha. Metallarda fiziki, texnoloji. Fiziki yox, bax, mexaniki üçündə də var. Bax, yadınızda qalsın ki, mexaniki xassə həm plastik kütlədə var, həm oduncaqda var, həm də metalda var. Bax, bu mexaniki xassə bunların üçündə də var. Amma ki, deməli, metalda texnolojidir, oduncaqda nədir? Oduncaqda fizikidir. Amma ki, plastik kütlədə həm mexaniki var, həm mexaniki var,
həm fiziki var, həm də texnoloji var. 3 dənə xassəsi var. İndi davam eləyək. Bax, bu xassələri də, bu 3 dənə xassə, fiziki, mexaniki, texnoloji, plastik kütlənin bu xassələri də nədən asılıdır? Onun tərkibindəki, onun polimerlərin növündən, bir də sayından. Polimerlər də bu, burada göstərilən şeylərdə, yəni bunların növündən və sayından asılıdır onun fiziki, mexaniki və yaxud texnoloji xassələri. İndi davam eləyək. Bax, polimerlər deyir ki, yüksək molekulyar birləşmədən ibarətdir. Onların da yəni ki, özlərinin növləri var, quruluşları var da. Xətti var, xətti şaxəli var, bir də torvari var. İndi baxaq, bax, bu şəkil xəttidir, bu şaxəlidir, bu da torvaridir. Bax, bir xətt üzrə gedir, xətt boyu gedirsə, şəkilləri veriləcəkdir testdə. Yadınızda qalsın ki, olacaqdır xətti. Bax, burada görürsünüz, şaxələnir. Bir başda elə bil ki, ayaqları var. Düzdür, bu olacaqdır şaxəli. Bu da bir toru xatırladır da, o krantlara zada qoyurlar, altına plasmas bir şeylər və yaxud hamamlarda ayaq altına sürüşməsin deyib tor kimi bir şey, ona oxşayır. Bu da olacaqdır torvari. Deməli, struktura malikdir. 3 dənə strukturu var, quruluşu var. Xətti, şaxəli, bir də var torvari polimerlərin. İndi baxaq. Həm də molekulyar birləşmədən ibarətdir. Yəni ki, bu molekullarda onların birləşməsindən ibarət olub struktur yaradıbdır. 3 dənə struktur. Xətti, şaxəli, bir də torvari. İndi baxaq. Bax, plastik kütlə üçün bu hissəyə baxırıq. Plastik kütlə hazırlamaq üçün istifadə edilən təbii xammalın 2 mənbəyi var. Deməli, bax, burada təbii xammalın deyir. Təbii xammalın 2 mənbəyi var. Baxaq görək hansıdır. Bax, təbii polimerdən olan çevirmələr nəticəsində alınan bir sıra plastik maddələr selülozda və ya zülal əsaslı birləşmələr. Bax, təbii polimerin çevirməsindən alınanlar. Nə oldu? Selüloza və zülal əsaslı birləşmələr. Bax, bu zülalı biz harada rastlaşmışdıq? Qidalarımızda, təbii qidalarıydı, düzdürmü? Selüloza haradaydı? Məsəl üçün, pambıq tullantısından alırdıq, selüloza alırdıq. Pambıq özü də bitki mənşəli olduğu üçün bunu da biz təbii götürə bilərik. Deməli, təbii polimerdən olan çevirmələr 2 cür oldu. Hansı oldu? Selülozdan alınan, bir də zülal əsaslı birləşmələr. İndi baxaq kimyəvi. Görək kimyəvidə necədir? Aha, səsim gəlirmi müəllimlər? Bəli, gəlir. Aha, zəng gəldi, ona görə. Deməli, bax, kimyəvidə nədir? Kimyəvi sintez yolu ilə aşağı molekul kütləli birləşmələrdən yüksək molekul kütləli birləşmələrin alınması ilə. Bax, şeydə deyir ki, təbiətdə deyir ki, polimerdən çevirmələr nəticəsində alınan bir sıra plastik maddələr. Polimerin çevirməsindən alınan deyirsə təbiidir. Amma desə ki, aşağı-yuxarı molekul söhbəti varsa, kütləli birləşmələrin alınması ilə. Bu zaman biz onu kimyəviyə aid edəcəyik. Bax, kimyəvidə nədir? Kimyəvi də 2 ilə başlayır. Kömürlə təbii qazdır, neftdir. Bunlar da, yəni ki, bilirik ki, kimyəvidə. Məsəl üçün, biz deyirdik ki, sintetik parçalar, məsəl üçün dedik ki, süni parçalar nədən alınırdı? Pambıq tullantısından, bir də nə idi yadımdan çıxdı. Amma ki, dedik sintetik parçalar daş kömürdən və neft qaz tullantıları nə idi? Belə bir şey idi, düzdür. İndi burada da yadımızda qalsın ki, kimyəvi birləşmələr nədən alındı? Aşağı-yuxarı molekul kütlələrin birləşməsinin alınması ilə alınır. Bu da deməli kömürdür, təbii qazdır, neftdir. Burada da 3 dənəsinin adını çək. Deməli, kimyəvidə kimyəvi 3 hecə var, 3 dənə şey adı çəkdik. Kömür, təbii qaz, neft. Amma ki, təbii
Burada da selülozla zülaldır. Bunu baxan kimi biz onsuz da seçəcəyik. Biləcəyik ki, selülozdur, bitki mənşəlidir, zülaldır. Bu da yəni ki, heyvan mənşəli də var, bitki mənşəli də zülallar var. Biz keçmişdə ətin tərkibində var idi. Sonra lobiyanın falan bitki mənşəli zülallar vardı. Bunlar da yəni ki, təbii gedəcəkdir. İndi davam edək. Bax, plastik kütlədən bir çox məişət əşyalarının, məsəl üçün ütü atlıqlarıdır, paltar üçün qarmaqçıqlardır, daraqdır, mətbəx avadanlığıdır, məktəb ləvazimatları və s. Yəni ki, bunların istehsalında geniş istifadə olunur. Biz onsuz da bunları bilirik, yəni testdə qarışdırmarıq. Bax, plastik kütlədən olan məmulatlar təkcə məişətdə istifadə olunmur. Onlar maşın və dəzgahların bəzi hissələrində, qablaşdırma materiallarında da hazırlanır. Bu materialdan təkcə bir dəfəlik qab-qacaq deyil, mebel və s. demək olar ki, gündəlik tələbat malları hazırlanır. Bunlar biraz nəzəri yerlərdir, bunlar yadımızdan çıxmaz. İndi baxaq. Bax, plastik kütlənin hansı üstün cəhətləri var? Deməli, bax, deyir ki, hazırda plastik kütlədən olan məmulatları arzu olunan edən əsas cəhət onların necə olmasıdır? Ucuz xammal olmasıdır, ucuz olmasıdır. Bununla yanaşı onlar çox elastikdir, az sıxlığa malikdir. Bir də korroziyaya məruz qalmır. Məsəl üçün, testdə düşər ki, plastik kütlənin üstün cəhəti. Deməli, 1. Elastik olmasıdır. 2. Az sıxlığa malik olmasıdır. 3 də nədir? Korroziyaya məruz qalmaması. 4də deməli ucuz başa gəlməsi, ucuz olması. Bunları da yadda saxladıq. İndi baxaq. Deyir, həm çəkisi azdır, uzun ömürlüdürlər, rahat yuyulurlar, müxtəlif rənglərə zeyləmək olar. Ekoloji cəhətdən yüksək göstəricilərə malikdirlər və s. İndi baxaq görək növlərinə. Əsas bizə növləri düşə bilər. Bunları aydınlaşdıraq görək, bunları necə tapa bilərik. Bax, birinci nə gəlir? Deyir ki, hər bir insanın həyatında plastik kütlə var. Məsəl üçün, biz demişdik ki, təbii parçadan da istifadə edirik, süni parçadan da istifadə edirik. Yəni, qardırobumuzun əsasını süni sintetik parçalar tutur. İndi burada da deyir ki, yəni ki, hər bir insanın həyatında bir çox plastik materialdan olan məmulatlar var ki, indi bunların bəzilərinə baxaq. Bax, polietilin. Polietilində nə deyir burada birincidə? Bircə dəqiqə qələmi çıxardım. Bax, burada. Deyir ki, hər kəs polietilin haqqında eşidib və hər bir insanın əlinin altında bu materialdan əşyalar var. Bax, polietilin, etil spirti adı eşitmişik. Düzdür, etil sözü ilə bunu yadda saxladıq. İndi baxaq. Bax, deyir ki, plastik kütlənin bu növü yüksək möhkəmliyə malikdir, temperatur fərqinə davamlıdır, xoşagəlməz qoxusu yoxdur, qidalanma üçün təhlükəsiz hesab olunur. Bax, yüksək möhkəmliyə malikdir, temperatur fərqinə davamlıdır. Bax, bunu temperatur fərqinə sözü ilə yadda saxlayırıq. Temperatur fərqinə davamlıdır. Deməli, xoşagəlməz qoxusu yoxdur. Məsəl üçün, deyirik ki, etil, ətirlərə də, məsəl üçün, etili ətir kimi yadda saxlayıq da, qramlıq ətirlərə spirt də qatılır, düzdür? Amma ətirin içinə qatılır, amma o spirt xoşagəlməz qoxu vermir, düzdür? Bunu da belə yadda saxlayaq ki, xoşagəlməz qoxusu yoxdursa, polietilin olacaq, yüksək möhkəmliyə malikdirsə, qidalanmada da təhlükəsiz hesab edirsə, deməli, qoxusu yoxdursa, təbii ki, qidalanmada, məsəl üçün, saxlama qablarının hazırlanmasında bundan istifadə edə bilərik biz. Deməli, polietilin məmulatlar müxtəlif kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olduqda öz əvvəlki xassələrini dəyişmir. Deməli, reaksiyaya getmir. Ona görə də deyirik ki, qidalanma üçün təhlükəsiz hesab olunur. Deməli, başqa şeylərlə, kimyəvi birləşmələrlə təsirdə olduqda, qarşılıqlı təsirdə, əvvəlki xassəsini dəyişmir. Bircə dəqiqə o cümləni buradan tapım mən.
Bax, əvvəlki xassəsini dəyişmir. Qidalanmada da bundan nə olunur? İstifadə olunur qidalanmada, təhlükəsiz hesab olunur. Qoxusu yoxdur. Dedik ki, qoxusu yoxdursa, məsəl üçün qida qablarında bundan istifadə edə bilərsə, xoşa gəlməz qoxu vermir. Yüksək möhkəmdir, temperatur fərqinə davamlıdır. Bir də ki, digər kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olduqda nə edir? Öz əvvəlki xassəsini dəyişmir. Deməli, reaksiyaya getmirsə, ona görə də deyirik ki, bu yəni ki, təhlükəsizdir. Bax, polietilendən oyuncaqlar, müxtəlif qablaşdırma materialları, nazik pərdə, müxtəlif həcmli çənlər, süd məhsulları və şirələr üçün şəffaf butulkalar, məişət kimyası, mühərrik yağları üçün müxtəlif qablar hazırlanır. Bunları burada yadda saxladıq. İndi bu hissəyə təkrar bir də qayıtacağıq. İndi davam eləyək, görək polipropilin nədir? Bax, polipropilin deyəndə dilimiz də dolaşır, düzdür? Tez dağılandı, polietilinə nisbətən şaxtaya davamlılığı azdır. Bayaqların biz demişdik ki, plastik kütlənin bu növü polietilində. Demişdik ki, plastik kütlənin bu növü, bircə dəqiqə tapım o hissəni, yüksək möhkəmliyə malikdir. Bax, yüksək möhkəmliyə. Nə oldu? Polietilin. Amma burada nədir? Deyir, polietilinə nisbətən şaxtaya davamlılığı azdır, tez dağılandı. Nə oldu? Polipropilin. Alimlər belə hesab edirlər ki, o insan həyatına və ətraf mühitə heç bir təhlükə yaratmır. Deməli, bax, bu qidalanma üçün də qidalanmada təhlükəsizdir demişdik polietilində. Amma burada nədir? Ətraf mühitə və insan həyatına təhlükə yaratmır. Demək olar ki, eyni şeydir. Yenə indi baxaq bir şeylə tapacağıq. Bax, deyir ki, qida sənayesində istifadə üçün tam yararlıdır. Ətraf mühitə qarşı davamlı polimerdir. Qab-qacaqdır, boru və s. kimi məmulatların istehsalında polipropilendən istifadə olunur. Ondan butulka qapaqları. Bax, butulkanın özü polietilindən hazırlanmışdı. Amma butulkanın qapağı deyirsə, bu zaman polipropilindən hazırlanıbdır. Butulka qapaqları, disklər, şpritslər, vedrələr, yoğurtdur. Yoğurt stəkanları və digər məhsullar hazırlanır. Polipropilin təhlükəsiz xammal olduğu üçün ondan uşaq oyuncaqları və qab-qacağı hazırlanır. Bax, polipropilini deyəndə, məsəl üçün, gərək bir saat baxaq ki, onu düzgün tələffüz eləyək. Düzdür, körpə uşaqlara polipropilin desək, qarışdıracaqlar, dili dolaşacaq. Bax, uşaq oyuncağı, təhlükəsiz xammal varsa, sonra yoğurt varsa, yoğurdu kim içir? Uşaq içir, düzdür. Diskdir, vedrədir, butulka qapaqlarıdır. Yoğurdu görən kimi yoğurt stəkanlarını, uşaq oyuncaqlarını aid etcəyik hara? Polipropilinə. Bax, deyir ki, bəzən polipropilinə hətta avtomobilin banında və salonunda da rast gəlmək olar. Deməli, hər yerdə olan, hətta avtomobilin banında və salonunda da rast gəlinən hansı oldu? Propilopilin. Mənim də dilim dolaşdıracaq. Bax, indi baxaq polistirola. Polistrol asandır. Bax, sintetik polimer olaraq bu material çox böyük temperatur fərqinə davam gətirir. Bax, çox böyük temperatur fərqinə davam gətirir. Bayaqların biz nə demişdik? Demişdik ki, polietilində, bircə dəqiqə ora qayıdın, bax, bunu testdə qarışdırarsınız. Polietilində nə demişdik? Demişdik ki, tapım o hissəni, temperatur fərqinə davamlıdır. Düzdür? Burada çox böyük sözü yoxdur da, düzdürmü? Polietilində sadəcə deyir ki, temperatur fərqinə davamlıdır, xoşa gəlməz qoxusu yoxdur. Qidalanmada istifadə üçün təhlükəsiz hesab olunur. Bax, bu temperaturun yanında qüvvətləndirici nə çox, nə böyük, möhkəm, belə bir şey yoxdur. Sadəcə temperatur fərqinə davamlıdır. Amma indi qayıdaq o birisinə. Bax, polistrolda nə deyir? Polistrolda deyir ki,
çox böyük temperatur fərqinə davam gətirir. Məhz bu üstünlüyə görə də o, yüksək keyfiyyətli məhsul istehsalında son dərəcə etibarlı, möhkəm xammal kimi geniş yayılmışdı. Etibarlı, möhkəm xammal kimi polistirol. Deməli, polistirolun fizioloji cəhətdən təhlükəsizliyi ondan insanın gündəlik həyatında daxil olan məişətdir, əmtəə mallardır, avadanlıqlardır, duş kabinələrdir, ara kəsmələrdir, qida üçün konteynerdir, qablaşdırma məmulatlarının, mətbəx ləvazimatlarının, bax, fincan bir dənə burada var polistirolda. Fincanların mənzillərdə istiliyi təmin edən izolyasiya edici lövhələrin hazırlanmasına şərait yaradır. Bax, polistirol S, sintetik polimerdir S. Sintetik polimeri görən kimi deyəcək ki, polistirolda da S hərfi var, sintetiklə də başlayır, sintetik polimerlə başlayır. Çox böyük də temperatur fərqinə malikdir. Desək ki, temperatur fərqinə davamlıdır, polietilin olacaqdır, amma çox böyük temperatur fərqinə davamlıdır desə, götürəcəyik nəyi? Polistirolu. Dedik ki, polistiroldan da nələr hazırlanır? Mətbəx ləvazimatlarıdır, fincanlardır. Əsasən fincanla seçəcəyik bunu. İndi baxaq, polikarbonat. Polikarbonatda nədir? Deyir, bu maddə yüksək temperatura davamlıdır. Odur ki, onu əritmək asan deyil. Bax, bir dənə bu 135 dərəcə, yəni dərəcə söhbəti harada verilibdir? Polikarbonatda. Nə deyir burada? Deyir ki, bu maddə yüksək temperatura davamlıdır. Odur ki, onu əritmək asan deyil. Bax, əritmək söhbəti varsa, bu 135 dərəcə varsa, aid edəcəyik polikarbonata. Öz ilkin xassəsini saxlayır. Hətta 135 dərəcə temperaturda da əvvəlki xassəsini saxlayır. Təsadüfi deyil ki, şəffaf karbonat güllə keçirməyən şüşə kimi də tanınır. Bax, testlərə düşür ki, hansıdır ki, plastik kütlənin hansı növüdür ki, güllə keçirməyən şüşə adlanır. Yadınızda qalsın ki, polikarbonat. İndi baxaq, şüşə ekoloji xassələrə malik olan, şüşənin ekoloji xassələrinə malik olan bu material daha möhkəmdir. Odur ki, polikarbonatdan sadə şüşənin dözməyəcəyi məmulatlar, məsəl üçün, plastik kütləni əridib tökmək üçün formalı pres qəliblər. Bax, burada nisbətən mücərrəd şeylərdir. Kosmonavtika, hərbi sənayedə orqanik texnikanın, mebelin hazırlanması və s. istifadə olunur. Bax, kosmonavtika çamadanları elə bu kosmonavtika ilə də yadda saxlayırıq ki, arası gediriksə, uçan zaman neyirik? Çamadanımız, valizimiz hazır olur. İndi baxaq, bax, polivinil xlorid. Ağ rəngdə plastik kütlədir. Bax, xlor sözü var bunun tərkibində. Xlor sözü varsa, xlor özü də nə üçündür? Ağartmaq üçün də ağardıcı vasitədir, ağ rəngdədir. Bax, ağ rəngdə plastik kütlədirsə, biz nəyi götürəcəyik? Polivinil xloridi. Yox, desə ki, sintetik polimerdir, götürəcəyik polistirolu. Deyəcəyik tərkibində S hərfi var. Ondan sonra tez dağılır, polietilinə nisbətən şaxtaya davamlılığı azdır desə, polipropileni götürəcəyik. İndi davam eləyək. Bax, deyir ki, burada nədir? Polivinil xloriddən boru, nazik təbəqə, polivinil xlorid liflər, ayaqqabı plastikaları, linelyum, mebel haşiyələri və s. istehsalında tətbiq olunur. İstehsal olunur yəni bunlardan. Borudur, bilirik ki, boruların çoxsu ağ rəngdə olur da. Sonra nazik təbəqədir, liflərdir, ayaqqabı plastika, linelyum. Bax, linelyum görən kimi o birisində fincanla tapırdıq ki, fincan heç birində yox idi. Bir dənə harada var idi? Polistirolda var idi fincan söhbəti. Uşaq oyuncaqlarıdır, qab-qacaq da haradaydı? Polipropilində. Soranlarım. Deməli, qramofon vanlarıdır, sonra pəncərə qapılarıdır, geniş çeşidli naqildir, kabellərdir, büzmələnmiş boru istehsalıdır. Bunlar hamısı aid olacaqdır polivinil xloridə, PVX-yə. Yəni, biz bilirik ki, bütün tikintidə istifadə olunan şeylər pəncərədir, o büzmələnmiş, büzməli sifon deyək də, bunlardır, kabeldir, naqildir, qapıdır.
mebel haşiyəsidir, linelyumdur, ayaqqabı plastikalarıdır, borudur, nazik təbəqədir, polivinil xlorid liflərdir. Bunlar hamısı harda oldu? Deməli, tikintidə istifadə olunanlar aid oldu. Hamısı polivinil xloridə. Deyək ki, tərkibində sözün xlor var. Xlor da ağardıcı vasitədir. Ona görə harda ağ rəngdə plastik kütlə gördüksə, aid etcik hara? Polivinil xloridə. İndi davam edirik. Bir dəqiqə baxarıq. İndi bax bu hissəyə. Bax, burada nədir? Plastik kütlədən olan məmulatların bütün müsbət cəhətlərinə baxmayaraq, onlardan istifadə zamanı nə etmək lazımdır? Ehtiyatlı olmaq lazımdır. Çünki plastik kütlənin bəzi növləri insan və ətraf mühit üçün ziyanlı ola bilər. Bayaqların biz hansında demişdik ki, qidalanmada istifadədə təhlükəsiz hesab edilir. Hansıydı? Polietilin idi. Sonra deyirdik ki, qida sənayesi üçün tam yararlıdır. Ətraf mühitə qarşı davamlı polimerdir. Bu polipropilin idi. Deyirdik ki, uşaq oyuncaqlardır, qab-qacaqdır. Yəni təhlükəsiz xammal olduğu üçün bu polipropilendən hazırlanır. Ondan sonra deyirdik ki, son dərəcə etibarlı möhkəm xammal kimi geniş istifadə olunur polistiroldan. Etibarlıdır. Deməli, möhkəm xammaldır. Soranlarım, polikarbonada deyirdik ki, güllə keçirməyən şüşədir. İkinci adı. Orada dərəcə də göstərilmişdi ki, məsəl üçün 135 dərəcə temperatura malik olan ilkin xassəsini nə edir? Saxlayır o 135 dərəcə temperaturda. Keçdik, deməli, dedik ki, bu polikarbonatdan da harda istifadə olundu? Kosmonavtika adından yadda saxladıq. Deməli, polivinil xloridi dedik, xlor sözü ağ rəngdədir dedik. Sonra dedik ki, deməli, tikinti materialları borudur, qramofon valları, pəncərədir, qapıdır, naqildir, kabeldir, büzmələnmiş borudur. Bunlar hamısı aid oldu polivinil xloridə. Dedik ki, onunla işlədən zaman ehtiyatlı olmaq lazımdır, ziyanlı da ola bilər. Plastik kütlənin zərərinin təsirindən qorunmaq üçün bu materialdan tamamilə imtina eləmək lazım deyil. Sadəcə doğru seçim eləmək lazımdır. Bayaqdan bəri deyirik də, hansı nədə yararlıdır, hansı nədə xeyirlidir. Deməli, yəni təhlükəli plastik kütlə növlərindən hazırlanmış məmulatlardan istifadə etmək olmaz. Bax, ətraf mühitə qarşı davamlı polimerdirsə, polipropileni götürəcəyik. Məsəl üçün, güllə keçirməyən şüşədirsə, götürəcəyik polikarbonatı. Sonra desə ki, sintetik polimerdir. Bu zaman götürəcəyik, yenə sintetikdə də S sözü var, polistirolda da S hərfi var. Sonra ağ rəngdədirsə plastik kütlə, polivinil xloridi götürəcəyik. Belə, yəni, bu şəkildə yadda saxlayacağıq. Sizə, yəni, çətin gəlmədi ki, müəllimlər, nisbətən yadda qalan olduysa. Bəli. İstəyirsiniz bir yüngülvari, bir xırda sual cavab eləyim, görək yadınızda nə qaldı, biraz da möhkəmlənsin. Ay mənim. Çətin. Eləməyək? Sual cavabı gələn səvər eləyərik. Yaxşı. Yəni test əsasında. Yaxşı yön tapmışsınız. Keçək o birisi mövzuya onda. Qoy bunu mən saxlayayım kaydını.